Hər kəsə salam. Əziz altıncılar, növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız Around the World Science olacaq. Tips for a Healthy Diet. Sağlam pəhriz üçün məsləhətlər. İlk öncə bizi reading qarşılayır. Gəlin readingimizi oxuyaq, tərcümə edək, daha sonra tapşırıqlara keçərik. 1. Eat natural food. Natural food is all around us. Fruit, vegetables, eggs. They have a lot of nutrients and keep us healthy. Təbii qidalar hər zaman yanımızdadır. Meyvə, tərəvəz, yumurta. Onlar çoxlu qida maddələri ehtiva edir və bizi sağlam saxlayır. 2. Be careful with oil, salt and sugar. They help make food delicious, but remember to use them in small amounts. Yağ, duz və şəkərə diqqət edin. Onlar yeməyi dadlı edir, lakin xatırlayın ki, onları az miqdarda istifadə etmək lazımdır. 3. Be careful with processed food and avoid ultra-processed food. Processed food has ingredients that are not good for us. Look at some examples. Emal edilmiş qidalara diqqət edin və yüksək dərəcədə emal edilmiş qidalardan çəkinin. Emal edilmiş qidalarda bizim üçün yaxşı olmayan maddələr var. Bəzi nümunələrə baxın. Nümunələr isə Nature Food Fresh Orange Juice. Təbii qida təzə sıxılmış portağal şirəsi. Processed food, orange juice in a cartoon. Karton qutusunda portağal şirəsi. Bu olacaq emal edilmiş qida. Ultra processed food isə yüksək dərəcədə emal edilmiş qida, portağal dadı olan qazlı içki, yəni soft drink with orange flower. Daha sonra ikinci hissədə isə chicken, toyuq, təbii qida, emal edilmiş qida, frozen chicken, dondurulmuş toyuq, yüksək dərəcədə emal edilmiş qida isə chicken nuggets, toyuq nuggetləri olacaq. 4-ə baxırıq. Eat at regular times with company. It's important to eat slowly in a quiet place and don't check your cell phone. Also, it's always more fun to have meals with family, friends or classmates. Müntəzəm vaxtlarda və birlikdə yeməklər yeyin. Sakit bir yerdə yavaş yemək vacibdir və telefonunuzu yoxlamayın. Həmçinin ailə, dostlar və sinif yoldaşları ilə birlikdə yemək yemək həmişə daha əyləncəlidir. 5. Eat a variety of food. Add color to your plate. Make sure that you always eat some carbohydrates, protein, fruit and vegetables every day. Variety is good for you. Deməli, burada isə müxtəlif növ qidalar yeməyinizi istəyir. Müxtəlif növ qidalar yeyin. Tabağınıza rənglər əlavə edin. Hər gün müəyyən miqdarda karbohidrat, protein, meyvə və tərəvəz yediyinizdə əmin olun. Müxtəlifliyin sizə faydası var. 6. Have a meat-free day. How often do you eat meat? It's not healthy or necessary to eat meat for every meal. How about being vegetarian for one day a week? Deməli, ətsiz bir gün keçirin. Nə qədər tez-tez ət yeyirsiniz? Hər yeməkdə ət yemək nə sağlamlıq üçün faydalıdır, nə də lazımdır. Həftədə bir gün vegetarian olmağa nə deyirsiniz? Deməli, burada bir yazılan nədir? Baxaq, burada yəni işlənmiş qidalardan danışır. Harada yazılmışdı o? Üzərində baxın bu. Bu sözün açıqlaması, yəni any food or drink that's changed in some way. Yəni bir şəkildə dəyişdirilmiş hər hansı bir qida və ya içki, yəni işlənmiş qida adlanır. İçəriyi dəyişdirilmiş. Belə. Look at the infographic and choose the correct option. It is short and informative, it's long and it tells a story. Burada bizə məlumat verir, informativ bir mətindir. Ona görə ilk cavab düzdür. Read the text and listen true or false. Fruit and vegetables are healthy, bu true'dur, düzdür. It's positive to eat a lot of sugar and salt. Bu yanlışdır, deyir ki, yaxşı bir şeydir. Çox duzlu və sugar, yəni şəkər tozu yemək, amma bu yanlışdır. Chicken nuggets are an example of ultra-processed food. It's true. Deyir ki, chicken, toyuq nuggetları ultra-processed bir yeməkdir. Yəni, çox emal edilmiş. Bircə dəqiqə onun adına baxaq, nə idi? Ultra-processed, yəni bir var az emalda keçmiş, bir də var yüksək dərəcədə emal edilmiş.
O olacaq yüksək dərəcədə, düzdür. Eating with a friend is good for you. Yes, bu true idi. Daha sonra eating different types of food isn't good for you. Deyir ki, müxtəlif növ qidalar yemək sənin üçün yaxşı deyil. Bu yanlışdır, false olacaq. On a meat-free day, you can eat chicken. Deyir ki, ətsiz günlərdə sən chicken yeyə bilərsən, toyuq yeyə bilərsən. Burada toyuq da ət gedir, düzdürmü? Yoxsa sadəcə bu Malatinlə mi danışır yəqin ki? Çünki burada görürsüz şəkildə də üstündən xətt çəkilib. On a meat-free day, you can eat chicken. Sən toyuq yeyə bilərsən. O da ətdən sayılır. Məncə bu da false-dur. Daha sonra read about eating habits of six different people. Match them with tips 1-6 in the infographic. Deməli, read about eating habits of six different people. Match them. Aha. Biz onlarla uyğunlaşdırmalıyıq ki, hansı bu altın insanlardan hansı nə yeyir və ona uyğun buradakı 1, 3, 4, 5, 6-dan uyğun olanını yazmalıyıq. Gəlin baxaq. I never drink soft drinks or eat chicken nuggets. Mən deyir soft drink və chicken yemirəm deyir. Baxın. Buradan gedir söhbət. O neçədədir? 3-dədir. Düzdürmü? Aha, I never drink soft drinks or eat chicken nuggets. I never use my cell phone during meals. Mən heç vaxt telefondan istifadə eləmirəm. Bu 4-ə aiddir. Düzdürmü? Daha sonra I don't add salt to my food or sugar to my coffee. Yeməyimə duz və kofemə şəkər, toz əlavə etmirəm. Bu da 2-yə aiddir. Daha sonra I don't eat meat on Mondays. Bu 6-ya aiddir. I always include fruit and vegetables in my meals. Mən həmişə yeməklərimə meyvə və tərəvəz əlavə edirəm. Bu da aiddir 5-ə. Belə, bu şəkildə gəlin onların qarşısında uyğun olduqları variantları yazaq. Və aşağıları yazdıq. Dediklərimizi gəlin indi baxaq. Words in context. Kontekstdə olan yeni sözləri bizə göstərir. Burada vegetables are healthy. Healthy sağlam deməkdir. Sağlam. Daha sonra avoid uzaq qalmaq deməkdir. Yəni uzaq durmaq, uzaq qalmaq, uzaq durmaq deyək. Slowly, asta-asta. Yəni and use, eat slowly. Yəni yavaş-yavaş yeyirlər. Meat, ət deməkdir. They try not eat chicken nuggets. They take 5 minutes eat salad. They don't eat chicken or fish on this day. They are good for your body. Belə, buradakı sözləri də öyrənmiş olduq. Davam edirik. Writing bölməsi ilə look at the recipe. What is it for? Complete the title. Deməli, reseptə baxacaq kimlər üçündür? Chicken and rice special, fish and rice special. One put. Preparation time 30 minutes. Hazırlaması 30 dəqiqədir. Ingredients 2 carrots, 2 tips of oil, salt, 2 cups of rice, onion, 8 cups of water, chicken, knife, tablespoon, put. Demək bizə lazım olacaq olan əşyalardır. Daha sonra buradakı rəqəmlər nəyi bildirir? Onu baxaq. Tools used on the chicken. Yəni alətləri biz istifadə edirik mətbəxdə. Hə, deməli bu sözlərdir. Gəlin o zaman tərcümə edək readingimizi və daha sonra onun tapşırıqlarını işləyək. Bəzi uşaqlar, mən burada sizlər üçün lazımlı sözləri yerinə yazdım. Deməli, instructions göstəriş, təlimat deməkdir. Onu bu hissəyə yazdıq, çünki yeməyin təlimatları bu hissədə verilmişdir. Daha sonra utensils isə qab-qacaq deməkdir. Onu da bu hissəyə yazdım, çünki nəyə görə? Knife, bıçaq, qaşıq və qazan
mətbəx əşyalarına qab-qacağa aiddir. Ə, Ingredients isə yeməyə gedəcək ərzaqlardır. Onu da özləri vermişdilər. Və daha sonra burada bizə sözlər verilib ki, biz o boşluqlara yazaq. Mən həmin boşluqlara yazdım. Cut kəsmək deməkdir. Cut the carrots, onion and chicken. Add salad to the chicken. Put the oil and put and cook carrots for 5-6 minutes. Yəni bişirirsən carrotları 5-6 dəqiqə qazanın içində yağ töküb. Daha sonra 3-də isə deyir ki, add rice and onion. Düyü və soğan əlavə et. Fry them for 1 minute. Onları 1 dəqiqə qızart. Fry qızartmaq deməkdir. Next, add the chicken and water. Daha sonra ə, onları əlavə və su və chicken əlavə elə və 10-15 dəqiqə bişir olmalıdır burada. Deyəsən yerlərini səhv yazmışam. Baxın, put the oil and... Aha, deməli burada cookla fry'ın yeri dəyişik olmalıydı. Çünki birinci qızardıb daha sonra pişirməyi əlavə edə bilərik. Fry, daha sonra cook. Yəni deyir ki, yağa əlavə et qazana, yer kökləri 5-6 dəqiqə qızar, daha sonra hamısını, chicken və suyu da əlavə et qazana, onu 10-15 dəqiqə bişir, enjoy your meal, nuş olsun, bu şəkildə. Read the recipe. Burada bir dənə çalışmamız var idi. Look at the recipe. What is it for? Completed title, chicken and rice special, fish and rice special. Burada chicken'dan söhbət gedirdi, fish'ten yox. Ona görə A-nı seçirik. Read the recipe and listen. Check your answer to exercise 1, 2. Check your answer. Cavablarını yoxla deyir. Biz burada yazdıq. Yəni yoxlamağa ilə ehtiyac yoxdur məncə. Write a recipe in your notebook. Resepti öz notebookuna yaz. Choose the dish you like. Öz sevdiyin yeməyi seç. Collect information about the ingredients, utensils and interaction. Yığ öz deməlidir ki, məlumat topla öz məhsulların, qab-qacaq və təlimatlar haqqında məlumatları yığ. Find or draw an image to illustrate the recipe. Write the first version of your recipe. Use vocabulary from the unit. Bu unitdəki sözlərdən istifadə edərək öz reseptinizi yazmağınız istənilir. Exchange your recipe with a partner and check your day work. Use a checklist below. Title, color sections, ingredients, utensils, introductions, deməli introductions, clear introduction in the imperative. Tools used in the chicken. Aha. Deməli burada nə edəcəyik? Bu təlimatları siz özünüz yerinə yetirməlisiniz. O səbəbdən, yəni sizin seçdiyiniz yemək, ona daxil olan ingredientlər, onda istifadə olunan ərzaqlar, qab-qacaq falan bu sizə qalmış bir tapşırıqdır. Daha sonra onu reseptinizi yoldaşınızla mübadilə etməlisiniz, onun işini yoxlamalısınız. Bu da belə bir qrup işidir. Davam edirik. Writing a description. My favorite food. Mənim sevimli yeməyim. Aha, deməli burada yeməklərdən, gördüyümüz kimi yeməklərdən gedir söhbət. Gəlin ilk öncə biz bu readingi tərcümə edək, daha sonra çalışmaları yerinə yetirək. My favorite food, mənim sevimli yeməyim. By Jo Pereira tərəfindən. My name is Joel and I am from Recife in Brazil. Here are some photos of my favorite types of food. I often have these on weekend. Mənim adım Joel'dur və mən Braziliyanın Recife şəhərindənəm. Budur mənim sevimli yemək növlərimin bəzi şəkilləri. Mən bunları tez-tez həftə sonları yeyirəm. My dad makes cheese bread for breakfast. There is a lot of cheese in it. It's excellent and I eat it when it's hot. Mənim atam səhər yeməyinə pendirli çörək hazırlayır. Onun içində çoxlu pendir olur. O əladır və mən onu isti-isti yeyirəm. I usually
buy lunch from a fruit stand. There are a lot of them in my part of town, so it isn't difficult to find delicious food. We often have chicken him him. It's very healthy. It's chicken with rice and there are a lot of peanuts. They are salty, but they are great. Deməli, burada tərcümə belə olacaq ki, mən adətən günorta yeməyini bir yemək standından alıram və mənim məhəlləmdə onlardan çoxdur. Buna görə də ləzzətli yemək tapmaq çətin deyil. Bir biz tez-tez xım-xım toyuq yeyirik və çox sağlamdır. O toyuqlu düyüdür və içində çoxlu fıstıq olur. Onlar duzlu olur, amma dadları əla olur. I love chocolate balls. I always buy them after lunch from Tiago's stand. They are very sweet. I love eating them with my hat, but I can't eat more than two or three. They are definitely of my favorite dessert. Mən şokoladlı topları sevirəm. Mən onları həmişə günorta yeməyindən sonra Tiago'nun standından alıram. Onlar çox şirindilər. Mən onları əllərimlə yeməyi sevirəm. Amma 2-3 dənədən çox yeyə bilmirəm. Onlar mütləq ki, mənim ən sevimli desertimdir, şinyarlarımdır. Look at the photos. What do you think the food is? Read the description and check. Match the topics A, D with paragraphs 1, 4. A dessert introduction. Who are you? What the description is about. Breakfast, lunch. Daha sonra burada plan, write və check var. Bunları da bizə plan a description of your bizim üçün yazıb. Gəlin indi bu tapşırıqları readingə uyğun şəkildə işləyək. Bəzi uşaqlar biz burada topiklərlə paragrafı birləşdirdik. Deməli, A ilə D ilə, A-dən D-yə qədər olanları, 1-dən 4-ə qədər olanlarla yazdıq bu şəkildə. Daha sonra 3-də deyir ki, find underlined examples of and, but, and, or, joyous description. Deməli, burada biz and, or və but tapmalıyıq. Gəlin baxaq. Bax, məsəl üçün and burada biri var. Daha sonra and, or, but. There are a lot of them. Part of so is a delicious food. Bir dənə də and var burada. But baxın burada var. Or hardadır? Oru da tapaq. Baxın burada. Tapdıq və altından xətt çək. Mən dairəyə aldım, siz altından xətt çəkərsiniz. Complete information in a useful language box. Language box-a baxaq. Deyir ki, we use and, biz and istifadə edirik, yəni və istifadə edirik. To add similar information. Yəni, oxşar məlumat əlavə eləmək üçün. We use but, but-dan istifadə edirik. To contrast different information. Yəni, bu but istifadə edirik ziddiyyətli məlumat əlavə etmək üçün. We use or when there is a choose, usually between two things. Biz or istifadə edirik seçim və ya alternativ göstərmək üçün. Çox zaman adətən bu iki şey arasında olur. Bu şəkildə daha sonra keçirik plana keçirik. Plan a description of your favorite types of food. Take notes about where you get it from, what's in it, and what's like. Decide what information to include in each paragraph. Use the information in exercise to help you. Write your description. Remember to include your paragraphs. There are countable and uncountable nouns and phrases from the useful language box. Check. Do you introduce yourself and say when? How often do you eat favorite foods? Use adjectives to describe food. Say why you like each type of food. Uşaqlar, burada bizim eynən burada təsvirdə oxuduğumuz kimi bir formatda bir tekst yazmamız istənilir. Sevimli yemək növlərimizin təsvirini planlaşdırmalıyıq. Onu hardan aldığımızı, içində nə olduğunu, nəyə bənzədiyi haqqında qeydlər alırıq. Hər abzasa nə məlumat daxil edəcəyimizi qərarlaşdırırıq, eynən buradakı kimi. Daha sonra kömək üçün ikinci tapşırıqdakı məlumatlardan da istifadə edə bilərsiniz. Yəni, desertdən daxil olanlardan, breakfast və lunch. Daha sonra
Təsvirinizi yazın deyir. Unutmayın ki, 4 abzas daxil etməlisiniz. There is, there allı cümlələr olmalıdır. Sayıla bilən, sayıla bilməyən isimlərdən istifadə etməlisiniz. Və faydalı ifadələr xanasındakı bu and, but və or ifadələrindən istifadə etməlisiniz. Check, yoxla. Do you introduce yourself? Aha, yoxlamalısınız. Siz burada yəni özünüzü təqdim edir və sevimli yeməkləriniz haqqında nə danışırsınız? Nə vaxt, nə qədər tez-tez yediyinizi deyirsinizmi? Yeməyi təsvir etmək üçün sifətlərdən istifadə edirsinizmi? Hər bir yemək növünü niyə sevdiyinizi bildirmisinizmi? Bunları da daha sonra yazdıqdan sonra özünüz haqqında və sevdiyiniz yemək haqqında məlumatı yazdıqdan sonra yoxlayırsınız ki, bu hissələr də sizdə tamamdırmı? Belə davam edirik. Review Units 1 and 2. Unit 1 və 2-nin təkrarıdır. Gəlin baxaq. Put the letters in correct order and make the words. Then match sentences 1-4 with image e.g. İlk öncə burada bizə fərqli, yəni uyğun olmayan sözləri fərqli şəkildə yazıblar. Biz onları düzgün şəkildə yazmalıyıq və A-dən D-yə qədər olan sözlərlə birləşdirməliyik, daha doğrusu şəkillərlə. Bəli uşaqlar, mən burada səhv yazılan sözləri düzəliş etdim. Birincisi olacaq sinema, daha sonra supermarket, skate park və stadium və bu sözləri verilmiş şəkillərlə birləşdirdim. Davam edirik. 2-də bizdə deməli məhsullar verilib cheese, carrots, beans, fish, pineapple, rice. Mən burada gördüklərimi, görə bildiklərimi daha doğrusu yazdım. Amma bu ikinci şəkildə pineapple olduğundan əmin deyiləm. Siz kitabdan daha yaxşı görərsiniz. Əgər varsa bu hissədə yazarsınız pineapple, yoxdursa digər hissədə. Çünki burada pineapple yoxdur. Uyğun deməli qida məhsullarının şəkillərinin altında yazdım. Chicken, rice, carrot, cheese, pineapple, fish, beans şəklində. Daha sonra üçüncü tapşırıqda deyir ki, fərqli olanı seç. Hansı söz ki, ona aid deyil. 2-də fry sözü bu cərgəyə aid deyil. Çünki chicken və cheese yeyinti məhsuldur. Fry isə qızartmaqdır. Feildə çıxdıq. Üçüncü cərgədə rice, knife, beans. Rice and beans onlar da həmçinin fooddur, amma knife bıçaq deməkdir. Ona görə knife fərqlidir. 4-də isə add, mix, carrots. Add əlavə etməkdir, mix qarışdırmaqdır. Carrot isə yer köküdür. Onlarla uyğun gəlmir. Fərqli olan budur. Daha sonra biz seçdiyimiz fərqli olan sözləri istifadə etməliyik A-dan D-yə qədər olan cümlələrdə. Bunu da tərcüməyə uyğun olaraq istifadə edirik. I need a knife to cut this chicken. Mənim toyuğu kəsmək üçün bıçağa ehtiyacım var. Why don't I fry the fish? Mən niyə balığı qızartmıram? I love carrots in salad. Mən salatda carrot, yəni yer kökü sevirəm. Don't you? Sən yox. Bu şəkildə. Davam edirik 4-cü tapşırığa. Use the words phrases below, behind, between, in front of, in, next to. Deməli, prepositionlarla bağlı olan bir tapşırıqdır. Gəlin baxaq. The orange juice buradadır, is next to the water. Yəni, orange juice'lar suların yanındadılar. The onions buradadır. Are the carrot in front of, yəni qarşısındadır. In front of. Yəqin ki, söz önlərinin mənalarını bilirik. Keçən videolarda onların mənalarını mən yazmışdım. In front of the carrots, yer köklərin qarşısındadır. The rice buradadır. Is the beans and salt. Beans and saltın arasındadır. Between. The carrots and onions are in box. Yəni yer köklər və soğanlar qutunun içindədirlər. Davam edirik. Language in context. Complete the sentences with there is, are in the correct affirmative and negative or question forms. There is dərə haqqında danışmışdıq biz. Mənası vardır deməkdir. Hardasa nəsə var kimi cümlələr quranda biz there is dərədən istifadə edirik. Deməli, affirmativlərdə tək isimlərlə deriz, cəm isimlərlə isə dera işlənilir. Sualında izlə ar keçir əvvələ, inkarında isə izdən sonra və ardan sonra not hissəciyi əlavə olunur. Gəlin baxırıq. Baxaq. Birinci cümlədə sual cümləsidir. Deməli, nə olacaq? Close shop-da cəmdə olduğuna görə are there olacaq.
Daha sonra ikinci neqativ bir cümlədir. Neqativ cümlədə biz nə etməliyik və parkdakı baxırıq cəmlədir. Deməli olacaq there aren't. There aren't nice parks. Daha sonra affirmative cümlədə və chicken təkdədir. Ona görə olacaq there is. As cinema təkdədir və sual cümləsidir. Ona görə olacaq is there. Baxın bu şəkildə cümlələrimizi qura bilərik. Look at the some of Liz's eating habits, then complete the sentences with the words below. Deməli, burada bizə Lizanın yemək həbitlərini, vərdişlərini verib, hansından nə qədər, yəni nədən nə qədər yediyi haqqında və biz də ona uyğun always, often, sometimes və yaxud da never şəklində cümlələrdə istifadə etməliyik və bu 4 dənə cümləni tamamlamalıyıq. Gəlin şəkillərə baxaq və daha doğrusu cədvələ baxaq və cümlələri tamamlayaq. Bəli uşaqlar, mən cədvəldən istifadə edərək Lizanın eating habitslərini, yemək vərdişləri haqqında nə qədər tez-tez, nəyi nə qədər tez-tez yediyi haqqında yazdım. Liz sometimes eat fish with carrots. Sometimes yazdım çünki bəzən yeyir. Baxın, 2 dənə tik var. Tuesday and Thursday. Never add salad her food. Çünki salad deməli food'a salt, yəni duz tökməyi heç vaxt eləməyib. Görürsüz, boşluqda. Ona görə never heç vaxt yazmışam. She always has been for lunch. Always yazmışam çünki hamısında tik var. Görürsüzmü? Yəni həmişə yeyir. She often has rice with eggs. Onu da məsələn 2 gün yemir. Yəni tez-tez yediyini vurğulamaq üçün often-dan istifadə etdik. Gəldik 7-yə. 7-də 1 ilə 4-də A-dan D-yə uyğunlaşdırmalıyıq 1 ilə 4-ü. Can I open the window? Pəncərəni aça bilərəm. No, it's cold here. Yox, bura soyuqdur. Can I have lunch at school? Lunchumu məktəbdə edə bilərəm. Yes, but don't eat fast food. Bəli, amma fast food yemə. Can I have a soft drink? Yes, they are in the fridge, but just one. Can I go to the park with my friends? No, stay at home and do your homework. Bu şəkildə tamamladıq. İndi gəldik 8-ə. Write the correct options in your notebook. Düzgün versiyanı dəftərimizdə yazmalıyıq. Deməli, bu yerlik əvəzliyi ilə bağlıdır. Gəlin baxaq. I don't know, there is a woman over there. Can I ask? Ask fail olduğuna görə daha doğrusu bu şəxs əvəzliyi ilə bağlıdır. Şəxs əvəzliyinin adlıq və obyekt halı ilə bağlı. Ask soruşmaq olduğuna görə özündən sonra gəlməlidir. She-nin obyekt halı. Excuse me, can you help? We yox, ask. Çünki help nədir? Kömək etməkdir, feildir. Feildən sonra isə ismin şəxs əvəzliyinin daha doğrusu obyekt halı işlənir. Can you? Yes. Can you see the shopping center over there? Yes, I can see it. Çünki shopping center cansızdır, yəni yer bildirir. Onu himlə yox, itlə əvəz etmək olar. There are 2 restaurants in the shopping center, a Japanese and an Italian one. They are very good. Çünki they cümlənin əvvəlində şəxs əvəzliyinin adlıq halı gələr və özündən sonra da feil gəlməlidir, are gəlir. That's great. We love Japanese food. Biz sevirik Yapon yeməklərini. Thanks. Çox sağ ol. Check your progress. İnkişafınızı yoxlaya bilərsiniz buradan ki, şeylər haqqında danışa bilirsinizmi? There is daralı cümlələr və tezlik sərflərindən istifadə edə bilirsinizmi? Yemək haqqında danışa bilirsinizmi? Bu şəkildə sözlərdən, yəni qaydalardan istifadə edə bilirsinizmi? Learn to learn, finding right meaning in a dictionary. Some words have more than meaning. You can look at the grammar function in the dictionary to find the correct meaning. James and Sophia cook a Korean dish. Cook, noun, someone who prepares and cooks food. Cook, verb to prepare food and usually hear it. Noun kimi, deməli ki, cook'un deyir 2 mənası var. Bir noun kimi mənası var, yəni aşpaz deməkdir. Someone who prepares and cooks food. Kim ki, yeməkləri bişirir. Bir də verb kimi, yəni feil kimi mənası var. O da bişirmək deməkdir. Belə uşaqlar, bu bölmənin də sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.